Aparıcı Tarix Əliyev at olub. İki sahilin məlumatına görə Tolik ötən gün övladının dünyaya gəlməsinin 40 günü münasibətilə böyük məclis edib. Aparıcı bu haqda Tarixin bir günü verilişində danışıb. Hamı mənim dünən olan hadisənin necə olmasını, necə gizli qalmasını maraqlanır. Allah hamının balasını xoşbəxt böyütməyi qismət etsin. Mənimkini də içində. Məclisə çox az dost dəvət etdim. Bir çox müğənni məndən küsdü, qara siyahıya atdı. 45 yaşımda 46 yaşıma keçəndə atalıq hissi yaşamışam. İstəmirəm uşağım gündəmdə olsun. Biz media nümayəndələri qohumlarını az görür. Dünən qohumlarımı gördüm. Xalam var ki 10 ildir görmürdüm. Telefonla danışırdım. Bibim qızlar var 5 ildir görüşmürdüm. Əmimi 4 ildir görmürdüm. Vaxtım olmayıb onlarla görüşüm. Xalamı, bibilərimi, əmimi, onların uşaqlarını görüb ağladım. Qeyd edək ki, Tolik qızına Milana adını qoyub. Can Tokimiz! Bir şey oldu,